Hər birinizi yeni bir videodan salamlayıram. Bu gün də çox lazımlı, çox fərqli və az adamın bildiyi bir proqram haqqında danışmaq istəyirəm. Yükləyib bir yerdə test eləmək istəyirəm. Həftə ərzində ən azı 2 video paylaşılır. Ona görə də vaxtında məlumatınız olsun deyə kanala abunə olmağı unutmayın. Keçək proqrama. Kanalda bir müddət əvvəl Alfred Security Camera adlı bir proqramı test eləmişdik. Bu da həmin tərtibatçıdan fərqli bir adda daha lazımlı bir xidməti yerinə yetirən proqramdır. Adı Alfred Circle adlanır. Bu nə işə yarayır? Bir ailə qrupu yaradırsınız. Bütün ailə üzvlərinizin telefonuna bu proqramı yüklüyorsunuz və evdən çıxdıqda harda olduğunuz haqqında hər birinizin bir-birinizdən məlumatı olur. Təbii ki, internet və məkan xidmətlərini aktiv etdiyimiz halda gəlin hər iki telefona yükləyək. Gördüyünüz kimi bir iOS, bir Android cihaz var əlimizdə. Və gəlin Androiddən açaq, çünki ailə qrupunu buradan yaradacağam. Digərləri isə üzvlər olacaq. Buradan açıram. Aşağıda Google hesabınız var, giriş edin deyə bir bölmə gəldi. Bura daxil oluram və Google hesabımla giriş edirəm. Yuxarıda gördüyünüz kimi dəvət kodunu daxil et var, QR kodu skan et var və aşağıda yeni qrup yarat. Bunu seçirəm. Yaradıldı. Və bu isə 7 saat ərzində aktiv olan dəvət kodumuzdur. iPhone-dan da giriş edirəm. Baxın, iPhone-da Google Drop Apple account yazıb. Apple account-la daxil oluram. Gördüyünüz 6 hərfdən ibarət dəvət kodunuzu bura daxil eləyək. Təsdiq. Baxın, Ülvi Mirzəyevin qrupuna qoşulmağa hazırsınız. Aşağıda qoşul və artıq üzvsüz. Burada növbəti dedikdə biz artıq məkan məlumatlarımızı həmin ailə üzvümüzlə paylaşmağa razılıq vermiş oluruq. Burada həmişə icazə ver seçməliyik. Burada gördüyünüz ikinci bölmə həmişə icazə ver. Həmişə icazə verdik. Növbəti bildirişlər gəlsinmi? Buna da icazə verdik. Bütün icazələri rahatlıqla veririk, çünki ailə üzvümüzlə paylaşırıq bunu. Və digər telefondan buradan da növbəti telefonda Androiddə fərqli icazə, bunları da verdik. Və budur. Hazırdır. Mən Google hesabımda olan profil şəklim də burada görünür. Hal-hazırda telefon evdədir. Ona görə bu nöqtəni ev olaraq işarələyirəm. Və budur. Artıq hazırdır. Bu qaydada rahatlıqla ailə üzvlərinizin harda olduğundan daimi məlumat əldə edə bilərsiniz və burada ödənişli olan hissə nə idi? Ona baxmaq istəyirəm. Premium abunəlikdə bizə nə kimi imkanlar verirlər? Baxın, burada premiumu əldə et, upgrade yazılan bölməyə daxil oluruq. Deməli, 3 üstünlük verir bizə.
30 günlük tarixcə ailə üzvlərimizin, bu o qədər də vacib bir şey deyil. Lazım olanda baxdıq, gördük, bəs eləyər. Bu əsasən övladlarımızı nəzarətdə saxlamaq üçün lazım olan bir tətbiqdir. Düşünürəm ki, məktəbdədir, məktəbdən çıxdı, birbaşa evə mi gəldi, yoxsa digər bir yerə mi getdi, gəldikdə, gec gəldikdə harda olduğunu doğru dedimi? Sadəcə övladınızı yanlış yollardan, yanlış yerlərə getməkdən çəkindirmək üçün, nəzarət etmək üçün lazım olan bir proqramdır. Yəni tam ailə üzvü olduğuna görə kiminsə şəxsi məlumatlarına baxmaq üçün deyil, yəni o qaydada istifadə olunmalı deyil. Sadəcə adından da göründüyü kimi ailə üzvlərimiz arasında istifadə olunar. 30 günlük tarixcə o qədər də vacib bir funksiya deyil düşünürəm ki. İkinci vacibdir, çox faydalı bir funksiyadır. Yer dəyişikliyi olduqda sizə bildiriş gəlsin. Adi versiyada bu bildiriş gəlmir, girib tətbiqdə baxmalısınız. Ancaq premium əldə eləsəz, hər yer dəyişdikcə ailə üzvlərinizin bir yerdən çıxıb başqa yerə getdikdə sizə bunun bildirişi gələcək. Və üçüncüdə də qeyd edilib ki, sizin bir planınız, yəni mən bunu indi alsam, ailə üzvlərimin hamısına aid olacaq. Bu da çox böyük üstünlükdür. Ancaq çox heyf ki, ömürlük lisenziya yoxdur. Son dövrlərdə ömürlük lisenziya olan çox az tətbiq qarşıma çıxır. Yəni bir dəfəlik sən onu alasan, ömürlük səndə olsun. Çox heyf ki, yaradıcılar belə eləmirlər. Aylıq və yaxud illik abunəlik qoyurlar ki, daimi gəlir əldə eləsinlər. Qiymətləri özünüz görürsünüz. İllik alsaz 30% güzəşt əldə edirsiniz. 50 dollar edir. Bu qiyməti inanmıram kimsə bunun lisenziyasını ödəyər. Yox, əgər ödəmək istəyirsinizsə davam edib kart məlumatlarınızı yazırsınız və bu proqramı almış olursunuz. İkinci bölmədə isə aylıqdır. Aylıq isə 6 dollardır. Burada dediyim kimi əsas vacib olan ikinci bölmədir və üçüncü də almaq üçün bir səbəb qoyublar ki, 5 ailə üzvünüz varsa, ailə qrupunu siz yaratmışsınızsa, siz alırsınız və yazıb hər biri, ailə üzvlərinizin hər biri qrupda olan premiuma keçmiş olur. Çox gözəl təklifdir. Ayarlarında isə burada baxsaq, məsafə olaraq mil və yaxud kilometr seçək. Burada aşağıda üzvlər bölməsi var, siyahıya baxa bilərsiniz və bu qədər. Sadəcə daxil olub baxırsınız, real zamanda ailə üzvünüz harda olduğu haqqında məlumat əldə etmiş olursunuz. Bu günlük bu qədər. Bu tip tətbiqləri araşdırmağa, tapmağa, incələməyə və sizinlə paylaşmağa davam edirik. Ona görə də mütləq kanalımıza abunə olun, bildirişləri də açmağı unutmayın.